uşaqları və müharibə veteranlarının, iştirakçılarının uşaqları iştirak elədilər. Onlar Günəbaxan toxumlarının və limonad istehsalatına baxdılar. Mən limonadlar hazırlanmasını, onların qapaqlarının yerləşdirilməsini, qutulara qoyulmasını müşahidə elədim. Hər hansı bir məhsulun hazırlanma prosesi mənim üçün çox maraqlıdır. Burada gəldim və gördüm, mənə xoş oldu. Günəbaxan tumunun və limonadın necə hazırlandığını öyrəndim. Bunda daha çox mənə maraqlı olan Günəbaxan tumunun hazırlanması idi. Daha əvvəl şokoladın necə hazırlandığı prosesini görmüşdüm və burada da öyrəndiklərim mənim üçün çox maraqlı oldu.